Anasıyla oğlu oturub yemək yeyərkən heç kəsin gəldiyini gözləmirdilər. Birdən qapı çalındı. Anası oğluna dedi ki, get qapını aç bala. Oğlan gedib qapını açdı. Qapını açanda gördü ki, kasıb qız bacısıdır. Bunu görəndə dedi, səndən nə əcəb? Qız bacısı dedi ki, eşitdim sənin toyundur, ona görə sənə düyün hədiyyəsi gətirmişəm. Dedi, hə, təxmin edirəm. Yığmısan o çürük kartof, pomidordan, badımcandan, gətirmişsən yəqin ki, mənim üçün. Qız heç bir söz deməyib içəri keçmək istəyəndə, qardaşı onun üst başına baxıb dedi ki, bu nə üst başdır, toz, moz, peyin basıb səni. Təmizlə, keç içəri. Qız heç bir söz demədən içəriyə keçdi. Bundan sonra onun varlı zəngin bir bacısı vardı, o qapıda göründü. Oğlan dedi, səndən nə əcəb, səni heç gözləmirdik. Anası da tez durub qızının qarşısına qaçdı və onu sevinə-sevinə gətirib stolda əyləşdirdi. Dedi ki, indi bu saat sənin sevdiyin yeməkləri hazırlayıb sənin üçün gətirəcəm. Və yeməklər gətirib stola düzdü. Kasıb qız qardaş da əl uzadıb yeməkdən götürmək istəyəndə tez qardaşı onun əlinə vurdu ki, onlar sənin deyil, toxunma yenə. Təkcə zəncəfil olan tabağı bacısının qarşısına itələdi. Dedi, al, bunlar sənindir. Ana bu zaman oğlunu çağırdı ki, bura gəl, mənə kömək elə, qız qardaşına yeməklər hazırlayaq. Bundan istifadə edən varlı bacı əlindən, sumkasından bir parça pul çıxardıb, kasıb bacısına verdi ki, ala bu pulu qardaşıma toy hədiyyəsi verərsən. Anası oğluna dedi ki, bala, sənin kasıb bacın çox güman ki, bura pul istəməyə gəlib. Amma zəngin bacının varidatı pulu çoxdur. Bizim toyda ona ehtiyacımız olacaq. Ona görə get bazara onun üçün yaxşı meyvələrdən al gətirginən onunla biz qarşısına qoyaq. Oğlan sevinə-sevinə getdi və özü gəlib stola əyləşdi. Varlı qızı dedi ki, ana, mənim bütün varidatım əlimdən çıxıb iflasa uğramışam, indi mənim pula ehtiyacım var. Elə bunu eşidən ana üz-gözünü turşutdu. Dedi, hə, sən də oldun o biri bacının tayı. Tez durub ayağa keçdi mətbəxə, telefonu ələ alıb oğluna zəng elədi. Dedi, bala, artıq bahalı meyvələr, yadlar almağa ehtiyac yoxdur. Qayıt gəl geri. Bu varlı qız qardaşı sumkasından bir miqdar yenə pul çıxardıb, kasıb bacısına verdi. Dedi ki, al bunu uşaqlarına yemək alarsan. Mənim də pulum azdır. Elə bu ərəfədə, zəngin qiyafədə gələn ofisinin xidmətçisi olan kasıb qızın xidmətçisi içəri girdi. Bunu görən qız dedi ki, sən hardan bildin ki, mən buradayam? Dedi, hə, bildim, ona görə sənə bu ikramiyələri gətirdim. Artıq işdən keçmişdi, qız dedi ki, məni bağışlayın, mən sizə hər şeyi açıb deməliyəm. Mən öz iş qurmuşam özüm üçün və çoxlu pullarım var. 1 milyon pulda qardaşım üçün toy hədiyyəsi gətirmişdim. Amma onların bu rəftarından sonra mən o pulları ona verməyəcəm. Al bacı, bu pulları sənə verirəm. Sənin ehtiyacın var bu pula. Sən mənə həqiqi bacı kimi burada rəftar elədin. Onlar məni heç adam yerinə qoymadılar. Bunu görən anası tez qaçıb gəldi və kasıb qızın əlindən yapışdı ki, yox, getməyin. Mən sizə hər cür qulluq edəcəm. Dedi, yox ana, sən artıq öz üzünü mənə göstərdin. Sən mənim varlı olduğumu eşidəndən sonra bütün simanı dəyişdin.
biz burada artıq qala bilmərik, amma sənin yaşayış məsrəflərini qarşılayacağam. Sizə toy üçün heç bir köməklik eləməyəcəm. Və bacısının qolundan tutdu, dedi, gedək bacı. Artıq bizim burada qalmağımıza ehtiyac yoxdur.